Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb. Xəbər verilir ki, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Sarıxanbəyli kənd sakinləri bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib. Mədləri yulandan sonra evi buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşiroğlu'nun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırılıb. Xəstəxananın bildirdiyinə görə bugün saat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlı artıq həkimə qədər ölümü qeydə alınıb. İlkin məlumata görə ailənin zəhərlənməsinə səbəb konservləşdirilmiş tərəvəz məhsulu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.